Salam, hər vaxtınız xeyir olsun. Deməli, başlayaq əvvəlcə karikatura və şarjdan. Karikatura nə deməkdir? İnformasiyanın çatdırılma forması, yəni insanlara informasiya, məlumat çatdırmaq məqsədi daşıyırdı. Karikatura özü komiksin bir növüdür. Komiks nədir? Yəni hekayəni təşkil edən qısa mətindir. Əvvəlcə baxaq karikaturaya. Hadisəni, cəmiyyəti və insanı tənqid edən rəsm əsəridir. Yəni insanı həm tənqid edirdi, həm də hadisəni, cəmiyyəti olduğu hər məlumatı insanlara çatdırmışdır. Deməli, burada mövzu hadisə, cəmiyyət, problem insan və s.dir. Məqsədi isə tənqid etmək, düşündürmək, həm də güldürmək məqsədi daşıyırdı. Obyektlər nələrdir? İnsan, hadisə, cəmiyyət və ya problem. Təbiəti isə satirik və tənqidi ola bilərdi. Karikaturanın bir növü isə şarjdır. Karikaturanın bir növüdür, əsasən konkret bir insana şişirdilmiş portretidir və ya bir insan təsəvvür edin. Bu bir insana şişirdilmiş, gülmək məqsədi daşıyan şişirdilmiş portretidir. Məsələn, əsasən konkret bir insan olurdu. Burada həm güldürmə, fərqləndirici cəhətləri qabartmaq idi. Konkret bir insan olardı, həmişə tənqidi olmaya da bilər. Yəni, sadəcə tənqid etmək yox, həmçinin insanda əyləndirmək, güldürmək xarakteri daşıyırdı. Gələk, daha sonra qrafiti. Qrafiti küçə sənətinin bir növü olmuşdu. Yəni, küçələrdə, divarlarda, vaqonlarda çəkilən boya ilə çəkilən yazı şəkildir. Qrafiti gənclərin öz fikirlərini azad şəkildə ifadə etmək vasitəsi daşıyırdı. Yəni, qrafiti əsasən Brüssel küçələrində divarları, vaqonları boyu ilə çəkilən təsvirdir. Daha sonra isə komiks. Komiks nədir? Bayaq demişdik ki, komiksin bir növü də nə idi? Karikaturu. Komiks ardıcıl şəkillər və dialoqlar vasitəsilə hekayə edən vizual sənət formasıdır. Həm əyləndirir, həm də məlumat verir. Komiks elə buna görə də komiks karikaturanın bir növüdür. Yəni, həm əyləndirmişdi, həm də məlumat verirdi. Karikatura da həmçinin informasiya çatdırmaq, yəni məlumat vermək xarakteri daşıyırdı. Komikslər jurnallarda, kitabça və ya rəqəmsal platformada yayımlanırdı. Və komikslərdə ən azı iki şəkil olmalıdır. Təsəvvür edin, iki insan dialoqu var. Bu dialoqların başında iki dənə dairə formasında deməli, yazı yazmaq məqsədi üçün kiçik dairə verilir. Və bu dairələrdə də insanların dialoqlarını öyrənmək olur. Məsəl üçün, orada nə danışdıqlarını, yazıları, şəkilləri, hamısını ifadə edir. Daha sonra gəldik anime. Anime Yaponiyada yaranan animasiya növüdür. Onun özünə məxsus çəkim, tərzi, obrazları, hekayə anlatımı var. Anime filmləri və serialları bütün dünyada geniş izləyici kütləsinə malikdir. Yəni, anime nədir? Yaponiyada yaranan animasiya növüdür. Gəldik pantomim. Pantomim sözsüz teatr növüdür. Aktyorlar, jest, mimika, bədən hərəkətləri vasitəsilə tamaşaçılara fikir və duyğuları çatdırmışdı. Yəni, burada söz istifadə olunmurdu. Sadəcə hərəkətlərdən, jestdən, mimikadan, bədən hərəkətləri vasitəsilə qarşısındakı insana fikirlərini, ifadəsini çatdırmışdı. Gəldik animasiya. Bayaq dedik ki, animasiyanın bir növü nədir? Anime. Animasiya isə animasiya hərəkətsiz şəkillərin ardıcıl göstərilməsi ilə yaranan hərəkətli görüntüdür. Rəqəmsal çəkilmiş kukla və ya 3D texnologiyaları ilə hazırlana bilərdi. Hər bir şəkil bir öncəkindən bir qədər fərqli olmalıdır ki, bu da qaçış və hərəkət hissi yaransın. Yəni, təsəvvür edin, bir insanın əvvəlcə düz dayandığını, sonra bir addım qabağa, daha sonra bir addım arxaya getdiyini, yəni təsvir etsək kağız üzərində. Sonra müəyyən qaydada kağızı soldan sağa hərəkət etdirdiyimizdə burada qaçış və hərəkət hissi yaranacaq. Gəldik obskura kamerası. Obskura kamerası işığın kiçik bir dəlikdən keçərək əks tərəfdəki səthi təsviri tərs formada əks etdirdiyi sadə optik cihazdır. Fotoqrafiyanın əsası hesab olunurdu və ilk fotoaparatın da ilkin forması. Yəni, obskura kamerası işığın kiçik bir dəlik içərisini keçərkən içəridə yaranan təsviri görmək mümkündür.